Mənim də nəvəm zəng vurub ki, baba, gəlib bayramı sizlə keçirdəcəm. Bundan gözəl, bundan sevinçli gün nə ola bilər? Allah sizə də qismət eləsin. Deyirəm ki, bəlkə bax, bu qızı seçəsən, bu seçir, qohum qızlarından göstərik. Nəsə, hər dəfə bir bahanədən bu söhbətdən qaçır. İndi çıxdım elə, dedilər ki, biz sizinlə əlaqə saxlayacaq da, səbirli olun. İnşallah yaxşı olar. Onlar hər gün yüzlərlə sərnişini ünvana çatdırır. Onların dərdinə qulaq asır, rahatlığını təmin edirlər. Onlar sevincimizə də, pis günümüzə də şərik olan, danışsaq da, danışmasaq bizi daima dinləməyə hazır qəhrəmanlardır.